Proyektlə tikilmiş ev sizin qarşınızdadır əziz izləyicilərimiz. Nəyə görə deyirəm proyektlə? Bura gül çiçək əkmək üçündür yeri. Qardaşım, həm evin sağından yer var, həm də solundan başa düşdün. Evimizin sağ və sol tərəfi heç biri divara söykənməyib. O ki deyirsiniz ha, ora azad çəkirsən oranı, ora qəşəng rayon torpağı veriləcək, qardaşım. Gül çiçək əkiləcək ora. Həm əkin yeri buradaydı, həm orada da, həm də burada var. Buradan zirzəmisinə keçididir. Göstərərsən zirzəmisinə keçid. Buradakı bax sol tərəfidir. Gördünüz ki, ya evimizin əsas məsələ, yəni sağ və sol tərəfdən aralı olmaqdır. Zirzəmisi də atmalarımız hamısı 40 santıdan bütün otaqların altını gezmək olur. Özü də evimizin kürsüsü də çoxdur ya. Hələ 2 daş da oradan düşürsən. Evimizin yerləşmə yeri. Maçdağa Zabrat yolu. Maçdağa qəsəbəsi. Maçdağa Zabrat yolu 17 saylı notariat. Notariusun arxasındadır. Əsas yoldan 400 metr məsafədə. Bunda da tamamlanmış işlər qalıb. Laminat, qapı, divar kağızı. Mətbəxli göstərdim, burada qonaq otağıdır. Yox, belə deyəndə şey qardaşım, qalmır da, biz məcburuq evləri belə çəkməyə. Çünki qalmır. Müştəri gəlir, Sovetski, özün bilirsən, söküntü, ümumiyyətlə tək Sovetski də olar, şəhərdə bir çox yerlər sökülür. Oradan bir dənə pəncərə aç, görürsən, necə işıqlı, havalı, Allah haqqı bura hündürlük ərazi, çox gözəl yerdir də, həqiqətən çox gözəl yerdir. Bütün kommunalları daimidir, bu dəqiqə axındır, yəni belə qiyməti evlərə, hamısı aboylar hazırdır, sabahdan girir aboy vurulur, qapı, laminat, fısoqa, çıxdıq hazır. Paket kupsada, həm evin, həm torpağın kupsası ilə, sənədimiz də ki, dedim, qiymətimiz də ki, 81.000 manat. Real alıcıya o qiymətdir qoyulub. Real alıcıya endirim olunacaq. Səhifədə nömrəmiz qeyd olunub. Əlaqə saxlayın, götürək göstərir. İstəsəz, əziz izləyicilər, evimizin bu ümumi 2 sot yarımdan çoxdur da biraz da. Yəni istəsəz 1 sot evimizin arxasında boş torpağımız var. Onu da qatı bilərik buna. Eləyə bilərik 3 sot yarımdan çox, 4 sota yaxın. Qiymətdə uyğunlaşsaq. Amma bu 2 sot yarımın içində 81.000-dir. Əlaqə saxlayın, götürək göstərək. Sağ olun, bu günə bu qədər.